hamıya salam olsun. Hamınızı xoş gördük. Bugün hava istidir deyə yük deyil bu. Bu yatdığımız yorğan döşəkdir. Uşaqlarla bizimkidir. Dedim gətirim havaya verim ki bunları da. Bu uşaqların döşəyidir. Oradakı bizim döşəkdir. Bir də 2 dənə matrasdır. Belə yorğanlar uşaqlar indi belə sintifon yorğanlarda yatırlar. Çünki yun yorğan uca istidir. Sintifon yorğanı onlara çıxartmışam. Bu daha sərindir də onlar üçün. Belə öz acəllarımızdır, padoşkalarımızdır. Belə havaya dedim verək ki bu günlərin bizimkin verək. Sabah da inşallah qaynanamın kravatınkiləri götürək verək ki belə hamısı qurtarsın artıq. Axşam inşallah saat 5-6-ya yığaram yerinə ki yatana kimi də uca istilikləri getsin. Yoxsa yayda isti belə olanda yatmaq olmur, isti olur onsuz da. Uşaqların otağında belə döşəkləri bayaq göstərdiyim kimi qoymuşam havaya. Hava vursun onları da, matrası da, döşəyi də, hər şeyi, yorğanlarını da. İndi deyirəm belə, burada hər şeyi çıxartmışkən, kravatlar yüngüldülər, onları götürə biləcəm özüm. Deyirəm bəlkə nəsə dəyişiklik eləyim, hələ ki fikirləşirəm, baxıram ki görüm nə edə bilərəm burada, nə dəyişiklik eləyə bilərəm. Otaq balacadır deyə çox şey qoymaq olmur. İndi başqa vaxtı kravatları ayırmışdıq uşaqlar balaca olanda. Biri belə yatırdı, biri də buradan belə yatırdı. Jurnalində qoymuşduq bura. Amma belə ayrı-ayrı olanda döşəklər xoşuma gəlmir. Kravat balacadır, bilmirəm nədir. Döşək sallanır qıraqdan. Hər dəfə onu düzəltməliyəm, qəşəng də görsənmir. Amma belə bitişdirəndə yaxşıdır. Elə bu dvuspanli döşək, matras qoyuruq, üstünə də dvuspanli döşək qoyuruq, qəşəng olur, rahat. İndi prosta fikirləşirəm, görüm bunu nətər biz belə eləyə bilərik ki, yerini bir nəsə dəyişiklik eləyək. Mən xoşlayıram dəyişiklik olanda evdə. Tez-tez dəyişirəm. Divanın yeridir, nə bilim, kreslodur, stoldur, yerini dəyişirik ki, belə biraz elə bir ki, nə bilim, onda başqa cür olur da, xoşum gəlir. İndi də buranı fikirləşirəm, görüm nə edə bilərəm belə. Hələ ki, dursun, baxım, fikirləşim, biraz əl gəzdirim burada, tozunu alım, pəncərəni silim. Lustru silim gərək. Sonra belə baxım da toz harda var, nə var, təmizləyim, tərtəmiz olsun ki axşama da gətirim uca döşəyi qoyum 5-6-ya ki istisi getsin, soyusun döşəyi elə burada. Heç nə, hələ ki fikirləşirəm, görüm nə etmək olar burada. Belə hər gəbəni də düzəltməliyəm. Gəbə də bilmirəm niyəsə belə gedib. Burada gəlibdi, bura çox gəlibdi. Bu da belə qatdalanır. Onu da burada çıxartmalıyam, bunu da çıxartmalıyam ki gəbəni düzəldim burada. Yayda biz burada gəbəni çıxartmırıq. Elə uşaqların otağında gəbə qalır yayda da. Nə bilim, düşünürəm ki ehtiyac yoxdur. 1-2 ildən, 3 ildən bir çıxardıb yuyuruq. Çünki burada elə gəbə kirlənmir. Əsas bizdə kuxnadadır, bir də proxojudadır, kirlənir. Onları hər il yuyuruq yayda. Amma uşaqlarınkini yadımdan çıxıb, keçən il yoxsa yeni il yuymuşduq. İndi baxıram ki təmizdə elə bir şey yoxdur. Ona görə deyirəm bu ildə qalsın, gələn il inşallah eləyərik. Çünki heç otaqlarında elə oturmurlar ki, dərslərini də burada eləmirlər. Kuxnada elə bütün gün biz kuxnadayıq. Kuxnada eləyirlər deyə. Ona görə heç burada gəbə də elə kirlənmir. Elə yatandan yatana axşamlar gəlirlər, vəsə. Belə, indi görüm nə edirəm, nətər eləyirəm. Əgər dəyişsəm yerini, inşallah sizin üçün də çəkərəm ki, necə elədim. Hər şeyi çıxartdım, buradan kravatları da çıxartdım, keçirdim bu otağa. Bizim spaniya keçirdim, tomboçkanı da götürdüm, uşaqların stollarını da hamısını yığdım ki, buranı yaxşıca plisosduyum, silim qəşəng qıraqları. Çünki oraları yaxşı silə bilmirəm, tozuydu buralar. Kravatın altına elə əlim nə qədər keçir, oraları silirdim, qalan yerlər qalırdı. Elə yaxşı ki, döşəkləri götürdüm, kravatları da götürdüm, indi silim, təmizləyim buranı. Bir dənə bu gəbəni bura çəkmək lazımdır, belə buradan çəkmək lazımdır. Bu jurnalini prosta ağırdır, indi bilmirəm. Yoldaşımı gözləməyə hövsələm yoxdur heç. Yəni, bir işi mən elədimsə, onu sıraz eləməliyəm. Yoxsa gözləyim ki, kimsə gəlsin, mənə kömək eləsin. Heç hövsələm yoxdur. Ona görə istəyirəm elə özüm indi görüm nətər darta biləm onu oradan. Yəqin ki, eləyə bilərəm, eləyim. Düzdür, sonradan narahat oluram. Bir dəfə yükü yığanda təkcə hamısını özüm təkcə yığdım, tökdüm, havaya verdim. Onda belim nətər tutmuşsa neçə gün gəzə bilmirdim. Amma yenə də mənə dərs olmur da. Özümə ağır işlər eləyirəm özümdən. Heç kimi gözləmirəm ki, kimsə gəlsin, kömək eləsin. Elə hamısını özüm eləyirəm.
Çünki hövsələm yoxdur ki, bu iş qalsın. Bilirəm ki, qalsa uşaqlarla alınmır. Təzədən gərək Sara nəsə ağlayar, eləyər, ya nəsə lazım olar, qalasıdır bu iş. Ona görə elə çalışıram ki, vaxtında eləyim. Sara da bugün şükür özünü yaxşı aparır. Gedir ora balkona yükü tökmüşəm deyə yorğan döşəyi orada oynayır. Mən də burada işimi görürəm rahat. Belə hava da qəşəngdir şükür. Belə qonşunda gilaslar qızarıblar, gilanardılar bunlar. Qızarıbdı. Belə hava da yaxşıdır. Yəni yorğan döşək tökmək üçün yaxşıdır, amma mən belə isti havanı heç sevmirəm də, istiyə heç dözümüm yoxdur, heç. Belə uşaqların pulunda biz dəyişdik. Bizdə evlər köhnə evlərdir də, nemislər tikən evlərdir, almanlar tikən. 200-dən çox bəlkə də yaşı var bu evlərin. Ona görə pollar bizdə tez deyəndə çürüdülər də, 200 ilə taxta nətər dözsün artıq. Çürüdülər, uşaqların otağını axırıncı dəyişdik, sonra kuxnanı, praxojunu dəyişmişik. İndi də istəyirik bir otaqları, pollarını dəyişdirək, çünki yəni təzədən onları kraskalayıb, remont eləmək yaxşı alınmaz da, çünki taxta çürükdür. Kraskalayacağıq, 1-2 ilə yenə təzədən kraska töküləcək. Ona görə fikirləşmişik. Belə görürsünüz də burada nətərdir belə pollar. Buradan olurlar, çürüyürlər. Ona görə elə deyirik ki, hələ ki əl vurmayaq, kraska falan heç nə eləməyək. Belə hamısını gərək belə dəyişək, belə eləyək ki. Çünki belə artıq çürüyürlər. Neçə köhnə evdir də, neçə ilin evi. Amma almanlar elə buraları qəşəng, bəlkə belə möhkəm tikiblər ki, bu evləri. Sara da mən arası dartır. Çox yaxşı tikiblər. Sara qoymadı sözümü danışım, yarımçıq qaldı. Deyirdim ki, almanlar bu evləri çox gözəl tikiblər, çox bərk belə möhkəm tikiblər. Yəni 200 il bundan qabaq elə bir şeylər də yox idi, krandır, nədir ki, o yekə daşları qaldırsın, qoysun yuxarılara. Onu nətər eləyiblər? Mən hələ də onu fikirləşirəm ki, görən olar nətər tikiblər. Bizdə saray var, orada yaman belə yekədir də, onu nətər tikiblər. İndi inşallah bir gün saraya düşəndə sizə çəkərəm oraları da, nətərdir. Düzdür, artıq köhnəlifdir, neçə ildir də. Amma möhkəmdir, hələ də möhkəmdir. Belə, indi işlərimi də görüm, qutarım. Sonra Saranı bugün günorta yatırtmayacağım, çünki səhər saat 11-ə işləmiş oyandı deyə deyirəm, heç nə olmaz. Qoy elə mən də işlərimi görüm ki, axşam yorğun olacağam. Sara tez yatar ki, mən də dincələrəm inşallah. Belə. İndi görüm də çəkə bilirəm bu gəbəni burada. Makaron dedim eləyim, çünki işim çoxdur da, otaqları tökmüşəm, öz banimizi də. Belə də qiymi var idi, onu da qoydum, badımcan dolmasının içidir. Bu da üstünə eləyərik. Belə tez makaron elədim ki, başqa yeməyə vaxtım yoxdur eləməyə. Gedim indi uşaqların otağını demək olar ki, qutardım, təmizlədim, pəncərəni sildim, polu sildim, plasosdadım. İndi öz otağımıza keçim. Öz otağımıza buralar düzəldim. Bunu uşaqlar oppanmışdılar. Onda o fanerka buradaydı. Burada oppanmışdılar, qırılmışdı. Ona görə yoldaşımın belə düzəltdi, qoydu ortaya ki, orada dursun. Belə. Sara da hələ ki yanımızda yatır deyə ona belə kravat qoymuşuq bura yanımıza. Ki hələ ki məndən ayrı yatmır da. Ona görə yatsın. 1-4 yaşına kimi, bəlkə də 3 yaşına kimi yatar. Sonra bəlkə qızlarla yatmaq istəyər. Yekələndə qızların otağına keçirəcəm onları, getsin onlarla yatsın. Belə. Oradakı tumbuçkanın da birin buradadır, bu tumbuçkanın. Bunun da ağzı həmişə açılır, bilmirəm. Bura dikdir, nədir, bilmirəm. Hər dəfə belə bağlayıram, öz-özünə başlayır, açılır. Belə oradakı tumbuçkanı da qoymuşuq uşaqların otağına, çünki burada elə bir yer də yoxdur. Belə, indi buraları təmizləyim, burada rezin düşübdür. Götürüm onu. Buraları təmizləyim. İstəyirəm Saran kravatını da oradan çıxardım ki, orada yəqin ki, tozdur da. Qışdan eləmişik belə buranı. Oranı da tozunu təmizləyim belə. Burada da lustru silim gərək, lustru. Novruzda məncə silmişdim. Axırıncı dəfə. Belə. Bu günlərim ancaq ki, elə belə evi. Bu 2 otağı təmizləyərəm. Bu 2 otaqla məşğul olaram ki, tamam təmizləyim buranı. Sonra keçim sabah qaynanamın otağını inşallah tamam təmizləyim. Oranı da bitirim. Sonra da o birisi otaqları yavaş-yavaş orada elə bir iş yoxdur. Orada ancaq belə lustru silməliyəm. Belə başqa elə bir iş yoxdur orada.
Bunu da Sara gətirib qoymuşdu bura. Uzanırdı, oynayırdı. Götürüm gərək. Hava da ucu gün batdı indi. Bayaq qəşəng gün idi, indi gün batdı. Amma yenə də hava yaxşıdır. Yəni döşəklər, yorğanlar qəşəng hava vuracaqdı. Nəgin gün çıxar birazdan yenə isti olmalıdır. Baxdım bu günə havaya. Mən həmişə havaya baxıb nəsə eləm. Paltar yuvanda da havaya baxıram. Əgər yağışdırsa yumuram. Çünki onu hardan sərəcəm? Evdə də nəsə sərmək heç xoşum gəlmir də. Ona görə havalar istidir, havalara həmişə baxıram. İstidirsə sərirəm, paltar yuyuram ya belə yükü havaya verəndə baxıram həmişə havaya. Bu gün də baxdım ki, yaxşıdır, ona görə elə dedim qoy verim bu işdən də belə bu illik hələ ki canımız qutarsın. İnşallah bir də gələn il havaya verərik belə. Burada heç nəyi dəyişəsi olmadı. Ha fikirləşdik ki, nətər eləyək. Yenə də gördük ki, yox elə nətər var idi, elə qoysaq yaxşıdır. Gərək onda kravatları ayıraq. Mən də ayırmaq heç istəmirəm. Çünki o döşəkləri qoymaq xoşum gəlmir. Dusbani döşəngi olanda yaxşıdır. Belə ancaq buradakı o şeyi çıxartdım. Bura belə kavralit kimi şey salmışdıq ki, qışda soyuq gəlməsin oradan onlara. Onu bir dənə çıxartdım ki, indi ucu havalar isinibdir. Həm oraları rahat silə bilərəm. Həm də onu ucu dedim yuyaq ki, qışda inşallah havalar soyuyanda salarıq belə. Buranı da düzəltdik. Özüm çəkə bilmədim. Ha elədim, gördüm çəkə bilmirəm. Yaxşı ki elə həmin vaxtda yoldaşım gəldi, tez düzəltdik buranı, gəbəni çəkdik, düz durdu. İndi bura biraz aralıdır. O da ki, get-gedə yavaş-yavaş gedib ora öz yerinə tutacaqdı. Belə. Demək olar bu otaqda hər şeyi təmizlədim. Bir dənə qaldı ki, döşəkləri inşallah axşam hava vursun, axşam gətirib yerinə yığarıq. Belə. Qalan hər şeyi təmizlədim bu otaqda, şükür. Hazırdır. İşlərimi gördüm, qutardım. İşlərimi deyəndə yəni o otaqları təmizlədim, ikisindəki. İndi birazdan bu döşəkləri aparıb qoyanda təmiz olsun hər yer. Matrasları uca apardıq yerinə, çünki yoldaşım gedirdi, işi var idi. Sonra mən özüm onu tək apara bilməyəcəkdim də, çətin də ağırdı. Ona görə də matrasları apardıq, qoyduq yerinə. İndi döşəkləri dedim, heç nə olmaz, bunları özüm apara bilərəm. Bunlar biraz çox havada qalsınlar. Belə özüm də gəldim, biraz burada oturdum ki, bura uşaqlara yer hazırlamışdım. Dedim oturum biraz burada dincəlim. Sara gəldi yanımda, uzandı, multika baxırdı. Multika baxa-baxa da bir də görəm yatıbdı yanımda. Yuxuya keçdi burada. İndi ona görə mən dura bilmirəm bunun yanından. Deyirəm qoy heç olmasa bir yarım saat yatsın, yuxusunu alsın. Əslində günorta yatırmaq istəmirdim ki, axşama mən də yorğun olacam da, bu yatanda tez yatsın ki, mən də yatım bundan bir yerdə. Amma daha uşaqda da gəldi, yatdı burada. Yoxsu savsim gəlirdi ucu. Dözə bilmədi, yanımda uzandı, yatdı. İndi biraz yatsın, bir yarım saat. Oyadım, sonra artıq saat ucu 5'dir. Yox, 5'ə qalıbdı. Gedim yavaş-yavaş yerinə yığım bunları. Belə. Hava da gün çıxdı, bayaqlarım gün batmışdı. İndi yenə gün çıxdı, qəşəngdir. Döşəkləri də yığdım balkondan, balkonda belə silib eləmədim. Sabah inşallah səhər siləcəm ki, başqalarını da gətirim qoyum. Elə belə hazırladım. Bunun üstünə keçən dəfə demişdim, bunu atırıq ki, çünki pişik də gəlib oturur, buluyar divanı, ona görə belə üstünə torbasını da saldım. Buradan da hər şeyi çırpdım, yığdım, götürdüm. Sara da burada yanımdadır. İndi o vlog paylaşmışam, axırıncı vlogu. Orada şokoladı bölmək istəyirəm. Soruşdum ki, necə bunu bölə bilərəm. Da bəlkə kimsə baxır, bilir, eləyib. İzləyicilərdən biri yazıb ki, bu tort yemək üçün deyil də, bu bu şokolad deyir yemək üçün deyil. Deyir bu tort üçündür. Əridib tortun üstünə tökürlər. Deyirəm, biabır oldum. Mən də bunu eləcə çalışıram ki, nə ilənsə kəsim ki, bu qəşəng olsun. Doğrudan da sonra fikirləşirəm ki, hə, doğrudan da bu tort üçündür. Çünki damla şokoladının yanında qoymuşdular. Ona görə yəqin ki, damla şokoladda tort peçenyelər üçündür də. Elə ona görə də bunu onun yanında qoyublar ki, bu da tort üçündür. Mən də bilmirəm. Elə ağ şokolad necə sevirəmsə, ona görə dedim, qoy alım bir bunun da dadına baxım.
Dadı qəşəngdir, amma doğrudan da yəni belə tort üçün imiş. Yaxşı ki bunu da bildim. İndi inşallah tort eləyəndə alıb o şokoladdan, onun belə qara rəngi də var idi, ağ rəngi də, ikisindən də alıb tort eləyərəm inşallah. Belə hərdən fikirləşirəm ki, yaxşı ki doğrudan da mən bu kanalı açdım. Vloqlar paylaşıram. Buradan mən çoxlu belə faydalı şeylər öyrənirəm də. Nəsə paylaşıram. Kimsə kommentariyada yazır ki, bax bunu belə elə, onu elə. Mən də eləyirəm, doğrudan da görürəm ki, yaxşı ki, yəni bunu mən bildim də ki, belə eləyirlər. Ona görə hər dəfə deyirəm ki, yaxşı ki elə mən bu kanalı açdım. Belə çox şeylər öyrənmişəm burada. Dedim bu şokoladı da sizinlə paylaşım ki, demə bu yemək üçün deyil imiş, tort üçün imiş, əridib üstünə tökmək üçün. Belə inşallah da ondan bir də tort bişirəndə alaram ki, tortun üstünə eləmək üçün. Belə saranda biraz burada başı qarışsın, az qalıb yatmağına. Aparım yatırım da axşam yatsın, mən də biraz dincəlim. Bugün çox yoruldum o döşəklərlə. Sonra getdim matrasın üzünə biz parçadan şey tikmişik, onu salırıq. Onu çıxartmışdım, yumuşdum ikisini də matrasınkilarını. Sonra onları da taxmaq biraz çətindir, dardılar da o matrasın üstünə kip dururlar. Ona görə onu bir təhər zorla taxmışam. O da məni bir, həm də hava isti olduğu üçün istidə də çox çətin olur mənə belə işlər görmək. Belə əsas odur ki, bitdi. Mən də yorulmuşam, bitmişəm artıq. Saran gözləyirəm ki, Saran yatmaq vaxtı gəlsin. Aparım Saran yatırım ki, mən də dincəlim biraz. İnşallah bir də səhərsi gün vloqlar çəkərəm, sizin üçün paylaşaram. Sabah görüşərik inşallah. Hətta belə bir şey görmüşdüm. Belə lavaşı belə doğradılar. Sonra pomidorla bibər, belə kalbasa, 2 cür kalbasa eləmişəm. Kalbasadır, belə Holland pendiridir. Yumurta, mayonez, ketçup qatırıq. Hamısını bir yerdə qatıb belə qarışdırırıq. Sonra tavaya qoyuruq, bişiririk. Pizza kimi alınır da nəsə. İndi onu istəyirəm eləyim, görüm nətər olur. Əslində orada bibər yox idi. Mən bibəri özümdən doğradım. Pomidor da azlədim. Çünki uşaqlar pomidor elə xoşlamırlar. Ona görə biraz duz, istiot tökəcəm. Belə bunları da qatım hamısını. Tavada bişirim, pizza kimi, görək nətər alınır. Belə elədim, belə qoydum tavada. İndi o da altı qızarsın, inşallah görüm nətər bunu çevirirəm. Yəqin ki, çevirə bilərəm. Çevirim, o birisi tərəfi də qızarsın. Görək, inşallah ki, yaxşı alınır. Bunu bütöv çevirə bilmədim, alınmadı nəsə məndə. Amma orada videoda baxmışdım, elə qəşəng çevirmişdilər ki. Ona görə belə 4 yerə böldüm, çevirdim. Yenə də bax bu yaxşı çevirmə bilmədim. Bir dənə bax bu yaxşı çevrildi. İndi bu da qızarsın, belə bölərəm. Bu da pis çevrilmədi yenə. Belə. Belə. Düzdür, elə də yaxşı görsənmir. Amma iyisi toçunu mən necə pizzanı bişirirəm, duxovkada. Toçunu o iyi gəlir. Yəqin ki, dadı da elə olar inşallah ki. Belə. İndi qoyum o birisi tərəfi də bişsin, biraz qızarsın, oruca götürüm. Belə alındı pizzalarımız. Məncə qəşəng oldu. Prosta içi də belə alındı. Çəkim içində dəqiq belə. Məncə pis deyil. Sadəcə olaraq bu çörmək biraz məndə çətin alındı. Ona görə belə biraz belə dağılıq oldu, amma yaxşıdır.
O elədiyim yaxşı çevrilmədi deyə bir belə bükümdə lavaş var idi. Ona görə dedim elə belə eləyim, belə lavaşı üstünə mayonez, ketçup yaxıram, qalanski pendir qoyuram, bir də belə kolbasanı qoyuram. Belə hamısını hazır eləmişəm. Beləcə də bükürəm blinçik kimi. İndi yağda qızardacağam ki, belə məncə daha yaxşı olar. O birisi yaxşı çevrilmədi deyə heç xoşum gəlmədi. Belə alındılar bişirdiklərim. Məncə yaxşıdırlar. Uşaqlar yenə balkonda burada yer salmışam. Çünki döşək, o birisi qaynanamın otağının döşəyini, yorğanını belə havaya veririk. Ona görə belə bunu da saldım ki, uşaqlar da burada oynamaq istəyirlər. Bunu da gətirdim, elə buradadılar, elə burada da yesinlər. Bu məncə daha yaxşı alındı, belə səliqəli alındı da. O birisi də dadı pis deyildi, amma prosta səliqəsiz idi də, xoşum gəlmədi. Ona görə bunları da daha belə elədim. Belə hava bugün də qəşəngdir. Havaya baxmışam, elə isinə gedirdi. Yəni yay artıq gəlir. Belə. Burada da sizinlə sağollaşım. İnşallah gələn vloqlarda görüşərik. Sağ olun.